Milli Şuranın üzvü Gültekin Hacıbəyli noyabrın 29-da İstanbulda polis bölməsinə aparılıb və ayın 30-u səhər saatlarında Arnavutköy deportasiya məntəqəsinə yerləşdirilib. Onun Azərbaycana deport ediləcəyi bildirilsə də, indiyə qədər bu addım atılmayıb. Yeni Sabah məlumat verir ki, məsələ ilə bağlı İstanbulda yaşayan və adının açıqlanmasını istəməyən hüquq müdafiəçisi Axar Aza məlumat verib. Onun sözlərinə görə Arnavutköy deportasiya məntəqəsi olduqca böyük yerdir və deport olunması nəzərdə tutulan müxtəlif ölkələrin vətəndaşları oraya göndərilirlər. Əgər şəxs deport edilməsinə etiraz bildirirsə, ona 15 gün müddətində özünü müdafiə etmək hüququ verilir. Digər şəxs deport edilməsinə etiraz bildirirsə, ona 15 gün müddətində özünü müdafiə etmək hüququ verilir. Ehtimal ki, Gültekin Hacıbəyli deport olunmasına etirazını bildirib və bu istiqamətdə hüquqi prosedurlar işə düşüb. Onun vəkilləri 15 gün ərzində Gültekin Hacıbəylinin niyə deport olunmamasının gərəkdiyini sübut etməlidirlər. Mənbə qeyd edib. Əlavə edək ki, Gültekin Hacıbəyli Türkiyəyə sentyabrın 25-də getdiyini, 2 aylıq müddətin dekabrın 25-də tamam olduğunu Azərbaycan vətəndaşları Türkiyədə vizasız 3 ay qalma hüququna malikdir. Eyni zamanda 2 illik müvəqqəti yaşama icazəsini əsas gətirərək deportasiya olunmasını qanunsuz saymışdı. Miqrasiya məsələləri üzrə ekspertlər isə bildirirlər ki, Gültekin Hacıbəyli siyasi sığınacaq üçün müraciət etmədiyindən onun Azərbaycan hüquq mühafizə orqanlarının sorğusuna cavab olaraq deportunda qanunsuzluq yoxdur.